Mehridə dünya müharibəsi olacaq. Növbəti geosiyasi qarşıdurmanın ünvanı niyə bura seçildi? Today Press TV xəbər verir ki, bu iddia ilə Ermənistanlı politoloq Artur Paçikyan çıxış edir. O, İsrailin son bəyanatlarını şərh edərkən bildirib ki, bu mövqe ermənilərlə və ya qondarma erməni soyqırımı məsələsi ilə bağlı deyil. Onun fikrincə, əsas səbəb Türkiyə ilə İsrail arasında Suriya, Qəzza və ümumilikdə Yaxın Şərqdə nüfuz uğrunda rəqabətin daha da güclənməsidir. Politoloq hesab edir ki, mehr istiqaməti Türkiyə, Azərbaycan və İsrail, eləcə də ABŞ ilə Rusiya və İranın maraqlarının toqquşduğu strateji bölgəyə çevrilir. Onun sözlərinə görə, mehr üzərində nəqliyyat əlaqələrinin açılması bir tərəf üçün İranın şimal istiqamətində təcrid edilməsi, Türkiyə ilə Azərbaycanın quru əlaqəsinin təmin olunması və Rusiyanın cənubdakı kommunikasiya imkanlarının zəiflədilməsi baxımından əhəmiyyət daşıyır. Digər tərəfdən isə Rusiya və İranın bu layihənin qarşısını almağa və ya prosesdə iştirak etməyə çalışacağı ehtimal olunur. Paçikyan əlavə edib ki, Ermənistanın zəif diplomatik mövqeyi səbəbindən ölkə ilə bağlı qərarlar yenidən böyük dövlətlər tərəfindən verilə bilər.